1991-ci ilin dekabrında Azərbaycan İslam Konfransı təşkilatına qoşuldu. Təşkilat 1969-cu ildə yaradılıb. 1992-ci ilin fevralında Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü oldu. Təşkilat 1985-ci ildə yaradılıb. 1992-ci ilin 2 martında Azərbaycan BMT-yə üzv oldu. BMT 1945-ci ildə yaradılıb. Azərbaycan 2012-13-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. 1992-ci ilin iyulunda Azərbaycan ATƏM-ə qoşuldu. Bu təşkilat 1975-ci ildə yaradılıb. 1994-cü ildən ATƏT adlandırılır. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə qoşuldu. MDB 1991-ci ildə yaradılıb. 1997-ci ildə Azərbaycan Cuam Təşkilatının yaradıcı üzvlərindən biri oldu. Təşkilat 1997-ci ildə yaradılıb. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Avropa Şurası 1949-cu ildə yaradılıb. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına qoşuldu. Təşkilat 1961-ci ildə yaradılıb. 2019-23-cü illərdə Azərbaycan bu təşkilata sədr. Azərbaycan NATO üzvü deyil, lakin əməkdaşlıq edir. NATO 1949-cu ildə yaradılıb. 1992-ci ildə Azərbaycan NATO'nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşuldu. 97-ci ildən bu qurum Avropa Atlantika Tərəfdaşlıq Şurası adlanır. 1994-cü ildə NATO'nun sülhnaminə tərəfdaşlıq proqramına qoşuldu. 2002-ci ildə Azərbaycan NATO Parlament Assambleyasında assosiasiyalaşdırılmış üzv statusu aldı. 2009-cu ildə oktyabrda imzalanmış nasional sazişə əsasında 2012-ci ildə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. 2021-ci ilin noyabrından bu təşkilat Türk Dövlətləri Təşkilatı adlanır.